Oğlaq bürcü 26 dekabr 2025 Oğlaq bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün daxili tarazlığı qorumaq və hadisələrə daha sakit yanaşmaq önəmli olacaq. Səhər saatlarında bəzi məsələlər planlaşdırdığından fərqli inkişaf edə bilər, lakin panikaya düşmədən hər şeyi ardıcıllıqla həll etmək mümkündür. Gün boyu diqqətli və səbirli olmağın sənə üstünlük qazandıracaq. İnsanlarla münasibətlərdə anlayışlı davranmaq faydalı olacaq. Qarşındakıların fikirlərini dinləmək və tələsmədən cavab vermək mümkün gərginliklərin qarşısını ala bilər. Xüsusilə yaxın çevrəndə səmimi söhbətlər həm səni rahatladacaq, həm də bəzi suallara cavab tapmağına kömək edəcək. Bugün bir müddətdir səni düşündürən mövzulara daha aydın gözlə baxa, özün üçün nəyi davam etdirmək, nəyi geridə buraxmaq lazım olduğunu anlaya bilərsən. Günün ikinci yarısı başladığın işləri toparlamaq və özün üçün kiçik, amma mənalı addımlar atmaq üçün uyğundur. Hər şeyin dərhal mükəmməl olmasını gözləmə, irəliləyiş yavaş olsa belə öz axarında davam edəcək. Əsas olan niyyətini itirməməkdir. Axşam saatlarında isə sakit bir mühitdə dincəlmək, günün gərginliyini üzərindən atmaq və sevdiyin fəaliyyətlə məşğul olmaq ruh halını xeyli yaxşılaşdıracaq. Bu günün mesajı: özünə qarşı anlayışlı ol və prosesə güvən. Sakitlik və davamlılıq səni doğru nəticələrə aparacaq. Dolça bürcü 26 dekabr 2025 Dolça bürcünün günlük proqnozu. Bugün dolçalar üçün yeniliklərə açıq olmaq və hadisələrə fərqli prizmadan baxmaq ön plana çıxacaq. Səhər saatlarında gözlənilməz bir xəbər, ani görüş və ya plan dəyişikliyi günün axarına təsir göstərə bilər. İlk anda qarışıqlıq yaransa da soyuqqanlı yanaşman sayəsində vəziyyəti tez toparlaya biləcəksən. Ünsiyyətdə açıq və səmimi olmaq bugün xüsusi əhəmiyyət daşıyır. Dostlarla, tanışlarla və ya ailə üzvləri ilə edilən söhbətlər sənə həm rahatlıq, həm də motivasiya verə bilər. Qarşındakı insanlardan gələn fərqli fikirləri dinləmək, öz düşüncələrini yenidən gözdən keçirməyinə kömək edəcək. Bu, bəzi mövzularda qərarsızlıq yaşadığını hiss etsən belə, səni doğru nəticəyə yaxınlaşdıracaq. Günün ikinci yarısı öz maraqlarına vaxt ayırmaq və səni ruhlandıran işlərlə məşğul olmaq üçün daha uyğundur. Kiçik dəyişikliklər etmək, gündəlik rutini biraz fərqləndirmək enerjini yüksəldə bilər. Axşam saatlarında isə sakit bir mühitdə dincəlmək, günü düşünərək başa vurmaq və sabaha daha aydın fikirlərlə hazırlaşmaq faydalı olacaq. Bugünün mesajı: axına güvən və dəyişiklikləri qəbul et. Hər yeni baxış bucağı səni özünə bir addım da yaxınlaşdırır. Balıq bürcü 26 dekabr 2025 Balıq bürcünün günlük proqnozu. Bugün balıqlar üçün duyğular daha həssas və dərin ola bilər. Səhər saatlarında əhvalın tez-tez dəyişməsi mümkündür. Buna görə də günə tələsmədən sakit tempdə başlamaq faydalı olacaq. Ətrafında baş verən hadisələrə dərhal reaksiya vermək əvəzinə bir qədər müşahidəçi mövqedə qalmaq səni yormayacaq. İnsanlarla münasibətlərdə anlayış və mərhəmət ön planda olacaq. Yaxın çevrəndə kiminsə səmimi söhbətə ehtiyacı ola bilər. Dinləməyi bacarmağın həm qarşı tərəfi rahatladacaq, həm də aranızdakı bağı gücləndirəcək. Bununla yanaşı, özünü unutmamaq və emosional yüklənmədən uzaq durmaq da vacibdir. Hər məsuliyyəti üzərinə götürmək məcburiyyətində deyilsən. Günün ikinci yarısı daha çox özünə yönəlmək üçün uyğundur. Daxili səsinə qulaq asmaq, səni narahat edən mövzuları sakit şəkildə düşünmək və bəzi məsələlərdə aydınlıq tapmaq mümkün olacaq. Kiçik rahatladıcı məşğuliyyətlər, təbiətlə təmas və ya sakit musiqi sənə yaxşı təsir göstərə bilər. Axşam saatlarında isə dincəlmək və günü yüngül əhval-ruhiyyə ilə başa vurmaq üçün əlverişli şərait yaranacaq. Bugünün mesajı: öz hisslərinə diqqətlə yanaş, amma tarazlığı qoru. Daxili sakitlik səni doğru istiqamətə yönəldəcək. Qoç bürcü 26 dekabr 2025 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün hərəkət və təşəbbüs istəyi güclü olacaq. Səhər saatlarında enerjin yüksək olsa da hər şeyi tələsik etmək istəyi bəzi xırda anlaşılmazlıqlara səbəb ola bilər.
Ona görə də günə planlı başlamaq və özünə kiçik fasilələr vermək daha faydalı olacaq. Qısa fasilələr və dərin nəfəs almaq günün ortasına qədər diqqətini qorumağa kömək edəcək. Ünsiyyətdə açıq və səmimi olmağın diqqət çəkəcək. Fikirlərini ifadə edərkən qarşı tərəfin hisslərini də nəzərə almaq vacibdir. Əks halda istəmədən sərf görünə bilərsən. Bugün dinləməyi bacarmaq və kompromisə açıq olmaq münasibətlərdə balans yaradacaq. Eyni zamanda yaxın dostlarla edilən söhbətlər sənə həm əhval-ruhiyyə, həm də yeni fikirlər qazandıra bilər. Günün ikinci yarısı səni maraqlandıran mövzulara yönəlmək və yarımçıq qalan işləri tamamlamaq üçün münasibdir. Öz gücünə inamın artacaq, amma hər addımı ölçüb biçmək daha düzgün nəticə verəcək. Axşam saatlarında isə hərəkətli gündən sonra sakit bir mühitdə dincəlmək, düşüncələrini toparlamaq və enerjini yeniləmək sənə yaxşı təsir edəcək. Hətta qısa bir gəzinti və ya sevdiyin fəaliyyətlə məşğul olmaq ruh halını xeyli yüksəldə bilər. Bugünün mesajı: tələsmə, amma dayanmadan irəlilə. Sakitliklə atılan addımlar və diqqətlə seçilmiş qərarlar səni istədiyin nəticəyə yaxınlaşdıracaq. Boğa bürcü 26 dekabr 2025 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sakit və düşüncəli bir başlanğıc gözlənilir. Səhər saatlarında kiçik gecikmələr və ya plan dəyişikliyi ola bilər, amma panikaya düşmədən hər şeyi öz axarı ilə həll edə biləcəksən. Hətta kiçik fasilələr və diqqətli addımlar səni daha rahat hiss etdirəcək. Səhər saatlarını gündəlik işləri nizamlı şəkildə planlamağa ayırmaq faydalı olacaq. İnsanlarla münasibətlərdə səmimiyyət və anlayış önəmlidir. Qarşındakıların fikirlərini dinləmək gündəlik ünsiyyətin daha dinc və faydalı keçməsinə kömək edəcək. Ətrafındakı insanlarla kiçik, lakin mənalı söhbətlər ruh halını yüngülləşdirə bilər. Bugün həmçinin öz hisslərinə qulaq asmaq, hansı məsələlərin önəmli olduğunu müəyyənləşdirmək üçün əlverişlidir. Səni narahat edən mövzuları sakit şəkildə nəzərdən keçirmək faydalı olacaq. Günün ikinci yarısı başladığın işləri tamamlayıb kiçik irəliləyişlər etmək üçün əlverişlidir. Tələsmədən addım-addım hərəkət etmək sənin üçün faydalı olacaq. Axşam saatlarında isə sakit bir mühitdə dincəlmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və günün gərginliyini aradan qaldırmaq rahatlıq gətirəcək. Eyni zamanda yaxın çevrəndəki insanlarla paylaşdığın kiçik anlar və söhbətlər sənə xoş bir əhval-ruhiyyə verə bilər. Bugünün mesajı: sakitlik və diqqət günün ən böyük dəstəyin olacaq. Öz tempində irəlilə və hər şeyi tədricən yoluna qoy, kiçik addımlar böyük nəticələr gətirəcək. Əkizlər bürcü 26 dekabr 2025 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün fikir və diqqət bir qədər dağınıq ola bilər. Səhər saatlarında planlarını tam şəkildə həyata keçirmək çətin görünə bilər, amma sakit və ardıcıl addımlar vəziyyəti xeyli rahatlaşdıracaq. Kiçik fasilələr vermək və hadisələri addım-addım həll etmək günün daha asan keçməsinə kömək edəcək. Ünsiyyətdə çevik və açıq olmaq sənə üstünlük verəcək. Qarşındakı insanlarla səmimi və diqqətli danışmaq kiçik anlaşılmazlıqların qarşısını alacaq. Eyni zamanda yeni ideyalara açıq olmaq və başqalarının baxış bucağını dinləmək faydalı olacaq. Bugün həmçinin dostlarla və yaxınlarla edilən söhbətlər həm əhval-ruhiyyəni yüksəldəcək, həm də bəzi mövzularda aydınlıq gətirəcək. Günün ikinci yarısı maraq dairənə uyğun fəaliyyətlər və gündəlik işləri tamamlamaq üçün əlverişlidir. Özünü biraz da olsa yalnız hiss etsən belə, bu vaxtı öz düşüncələrini toplamaq və nizam yaratmaq üçün istifadə edə bilərsən. Axşam saatlarında isə sakit mühitdə dincəlmək, sevdiyin məşğuliyyətlərə vaxt ayırmaq və günü yüngül əhval-ruhiyyə ilə başa vurmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı: sakit və diqqətli ol. Düşüncələrini toplamaq və hər şeyi addım-addım həll etmək səni günün sonunda rahatladacaq. Xərçəng bürcü 26 dekabr 2025 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün duyğular və hisslər ön planda olacaq. Səhər saatlarında kiçik narahatlıqlar və ya gözlənilməz hadisələr baş qaldıra bilər, amma sakit və diqqətli olmaq vəziyyəti hamar şəkildə keçirməyə kömək edəcək.
Öz ritmini qorumaq və hadisələrə tələsmədən yanaşmaq faydalıdır. Kiçik fasilələr vermək və nəfəsini dərin almaq günün ortasına qədər enerjini qorumağa kömək edəcək. İnsanlarla münasibətlərdə mehribanlıq və anlayış önəm daşıyır. Qarşındakıların sözlərinə diqqətlə qulaq asmaq kiçik anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Eyni zamanda yaxın çevrəndə edilən səmimi söhbətlər ruh halını yaxşılaşdıracaq və gün ərzində enerji verəcək. Bugün həmçinin öz hisslərini paylaşmaq üçün əlverişlidir. Yaxınlarınla açıq ünsiyyət həm sənə rahatlıq verəcək, həm də aranızdakı bağlılığı gücləndirəcək. Günün ikinci yarısı daxili dünyana yönəlmək, keçmişdəki məsələləri nəzərdən keçirmək və rahatlamaq üçün əlverişlidir. Kiçik fasilələr və sevdiyin məşğuliyyətlər günün stresini azaltmaqda sənə dəstək olacaq. Axşam saatlarında isə sakit mühitdə dincəlmək, günün gərginliyini aradan qaldırmaq və özünü yeniləmək üçün yaxşı zamandır. Qısa bir gəzinti və ya sevdiyin musiqi ilə məşğul olmaq ruh halını xeyli yaxşılaşdıracaq. Bugünün mesajı: hisslərinə qulaq as, amma öz tarazlığını qorumağı unutma. Sakitlik, düşüncə və yaxınlarınla paylaşdığın anlar səni günün sonunda daha güclü və rahat hiss etdirəcək. Şir bürcü 26 dekabr 2025 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət və enerji özünü göstərir. Səhər saatlarında planlar bir qədər qarışıq görünə bilər, amma sakit və ardıcıl addımlar atmaq vəziyyəti nizamlayacaq. Günə tələsmədən başlamaq, öncə kiçik məsələləri həll etmək sənin üçün faydalı olacaq. Səhər saatlarını prioritet işləri planlamağa və diqqət tələb edən məsələləri həll etməyə ayırmaq günün daha məhsuldar keçməsinə kömək edəcək. Ünsiyyətdə açıq və səmimi olmaq günün axarını yüngülləşdirəcək. Qarşındakı insanlarla əlaqədə mehriban və diqqətli davranmaq kiçik anlaşılmazlıqların qarşısını alacaq. Bugün dostlarla və yaxınlarla edilən söhbətlər həm əhvalını yüksəldəcək, həm də bəzi məsələlərə fərqli baxış bucağı qazandıracaq. Kiçik təşəbbüslər göstərmək və diqqətlə danışmaq həm şəxsi, həm də işgüzar münasibətlərdə balansı qoruyacaq. Günün ikinci yarısı maraq dairənə uyğun fəaliyyətlər və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişlidir. Kiçik uğurlar belə sənə əlavə motivasiya verəcək. Axşam saatlarında isə sakit bir mühitdə dincəlmək, özünə vaxt ayırmaq və sevdiyin məşğuliyyətlərlə məşğul olmaq ruh halını yaxşılaşdıracaq. Qısa bir gəzinti, sevdiyin musiqi və ya yaxınlarınla paylaşacağın anlar günün sonunda sənə rahatlıq və məmnunluq gətirəcək. Bugünün mesajı: enerjini düzgün yönəlt və diqqətli ol. Sakitlik, açıq ünsiyyət və kiçik, amma düşünülmüş addımlar səni günün sonunda həm rahat, həm də məmnun edəcək. Qız bürcü 26 dekabr 2025 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün sakit və diqqətli olmaq ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar və ya plan dəyişikliyi ola bilər, amma hər şeyi tələsmədən addım-addım həll etmək günün daha rahat keçməsinə kömək edəcək. Səhər saatlarını gündəlik işləri nizamlamaq və diqqət tələb edən məsələləri həll etməyə ayırmaq faydalı olacaq. İnsanlarla münasibətlərdə anlayış və diqqət önəm daşıyır. Qarşındakıların fikirlərini dinləmək kiçik anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Bugün həmçinin yaxın dostlarla və ya ailə üzvləri ilə edilən söhbətlər ruh halını yüngülləşdirəcək və gün ərzində enerji verəcək. Kiçik detallara diqqət yetirmək qarşındakı insanlarla münasibətləri daha harmonik etməyə kömək edə bilər. Günün ikinci yarısı başladığın işləri tamamlayıb kiçik irəliləyişlər etmək üçün əlverişlidir. Hər şeyi bir anda həll etməyə çalışma, addım-addım irəliləmək daha doğru olacaq. Axşam saatlarında isə sakit bir mühitdə dincəlmək, sevdiyin məşğuliyyətlərə vaxt ayırmaq və günü yüngül əhval-ruhiyyə ilə başa vurmaq sənə rahatlıq verəcək. Bugünün mesajı: sakitlik və diqqət sənin ən böyük dəstəyin olacaq. Öz tempində irəlilə və hər şeyi tədricən yoluna qoy, kiçik addımlar böyük nəticələr gətirəcək. Tərəzi bürcü 26 dekabr 2025 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün balans və sakitlik ön planda olacaq.
Səhər saatlarında kiçik qarışıqlıqlar və ya gözlənilməz vəziyyətlər baş verə bilər, amma sakit və düşüncəli yanaşmaq hər şeyi yoluna qoymağa kömək edəcək. Planlarını tələsmədən addım-addım yerinə yetirmək faydalıdır. İnsanlarla ünsiyyətdə diqqət və anlayış sənin üçün vacib olacaq. Qarşındakıların fikirlərini dinləmək kiçik anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Bugün yaxın dostlarla və ya ailə üzvləri ilə edilən səmimi söhbətlər həm əhval-ruhiyyəni yüksəldəcək, həm də bəzi məsələlərdə yeni baxış bucağı qazandıracaq. Kiçik detallara diqqət yetirmək münasibətləri daha harmonik saxlamağa yardım edəcək. Günün ikinci yarısı yarımçıq qalan işləri tamamlayıb öz maraqlarına vaxt ayırmaq üçün əlverişlidir. Özünü bir qədər yalnız hiss etsən belə bu vaxtı düşüncələrini toplamaq və planlarını yenidən gözdən keçirmək üçün istifadə edə bilərsən. Axşam saatlarında sakit bir mühitdə dincəlmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və günü yüngül əhval-ruhiyyə ilə başa vurmaq ruhunu rahatladacaq. Bu günün mesajı: sakit və diqqətli ol. Tarazlığı qorumaq və hər şeyi addım-addım həll etmək səni günün sonunda rahat və məmnun edəcək. Əqrəb bürcü 26 dekabr 2025 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün hisslər və diqqət ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar və ya gözlənilməz hadisələr baş verə bilər, amma sakit və düşüncəli olmaq vəziyyəti hamar şəkildə keçirməyə kömək edəcək. Planlarını tələsmədən addım-addım yerinə yetirmək faydalıdır. İnsanlarla ünsiyyətdə diqqətli və anlayışlı olmaq vacibdir. Qarşındakıların sözlərinə qulaq asmaq kiçik anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Bugün yaxın çevrəndə edilən səmimi söhbətlər ruh halını yaxşılaşdıracaq və gün ərzində enerjini yüksəldəcək. Eyni zamanda öz hisslərini başqalarına açıq şəkildə ifadə etmək üçün əlverişli bir gündür. Günün ikinci yarısı daxili dünyana yönəlmək və yarımçıq qalan işləri tamamlamaq üçün uyğundur. Kiçik fasilələr və sevdiyin məşğuliyyətlər günün gərginliyini azaltmağa yardım edəcək. Axşam saatlarında sakit bir mühitdə dincəlmək və günü yüngül əhval-ruhiyyə ilə başa vurmaq sənə rahatlıq gətirəcək. Qısa bir gəzinti və ya sevdiyin musiqi ilə məşğul olmaq ruhunu yeniləyə bilər. Bugünün mesajı: hisslərinə qulaq as, amma tarazlığı qorumağı unutma. Sakitlik və diqqət səni günün sonunda daha güclü və rahat hiss etdirəcək. Oxatan bürcü 26 dekabr 2025 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkət və enerjini düzgün yönəltmək önəmli olacaq. Səhər saatlarında planlarda kiçik dəyişikliklər və ya gözlənilməz vəziyyətlər ola bilər, amma sakit və ardıcıl addımlar atmaq hər şeyi yoluna qoymağa kömək edəcək. Günə tələsmədən başlamaq, öncə kiçik məsələləri həll etmək faydalıdır. Ünsiyyətdə açıq və səmimi olmaq günün axarını yüngülləşdirəcək. Qarşındakı insanlarla diqqətli və anlayışlı danışmaq kiçik anlaşılmazlıqların qarşısını alacaq. Dostlarla və yaxınlarla edilən söhbətlər həm əhvalını yüksəldəcək, həm də bəzi məsələlərə yeni baxış bucağı qazandıracaq. Bugün həmçinin yeni ideyalara açıq olmaq və başqalarının fikirlərini dinləmək üçün əlverişlidir. Günün ikinci yarısı maraq dairənə uyğun fəaliyyətlər və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişlidir. Özünü biraz da olsa yalnız hiss etsən belə bu vaxtı düşüncələrini toplamaq və planlarını yenidən gözdən keçirmək üçün istifadə edə bilərsən. Axşam saatlarında isə sakit bir mühitdə dincəlmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və günü yüngül əhval-ruhiyyə ilə başa vurmaq sənə rahatlıq verəcək. Bugünün mesajı: enerjini düzgün yönəlt və sakit ol. Açıq fikir və ardıcıl addımlar səni günün sonunda rahat və məmnun edəcək.